Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Bu günler karşıma bir video çıktı. Sosyal şəbəkələrdə Biləsuvarlı bir ana fəryad edirdi. Oğlu pul kazanmak için Rusiyaya işləməyə gedir, çalışmağa gedir ve orada məcbur Rusiya-Ukrayna savaşına aparıldığını iddia edir. Eyni zamanda deməli bu ananın nəvəsi, iki nəvəsi var. Yəni oğlunun iki övladı var. Bir qız, bir oğlan. Oğlanın da oğlan nəvəsinin gözləri görmür, təcili əməliyyat olunmalıdır. Oğlu öz oğlunu əməliyyat etdirmək üçün və evə eyni zamanda çörək pulu kazanmaq üçün, gətirmək üçün Rusiyaya işləməyə, çalışmağa gedir və nəticədə də onu orada saxlayırlar bir müddət. Sonra xanımın iddiasına görə zorla Ukrayna-Rusiya savaşında Rusiya tərəfdən Ukraynaya qarşı savaşmaq üçün cəbhəyə göndərirlər. Əslində bu belə hal tək hal deyil. Biz bilirik ki, Rusiya-Ukrayna savaşında yüzlərlə, minlərlə Azərbaycanlı dünyasını dəyişib. Həm Rusiya tərəfindən savaşanlar, həm Ukrayna tərəfindən savaşanlar. Təbii ki, bu müharibədir. Güllə Azərbaycanlı, Ukraynalı, Rusiyalı tanımır. Və onu da deyim ki, xüsusən Rusiyada yaşayanların əksəriyyəti iddialara görə bu savaşda iştirak etmək üçün deməli məcbur qalırlar əksər hallarda və bunların məcburiyyəti də nədən ibarətdir? Bunlar əgər ölkə qaytarırlarsa, ölkə gedərlərsə, bəzilərinin sənədləri yerində deyil, ölkə qayıtmaq istəmirlər, onları yəni ya deport eləyəcəklər Azərbaycana, ya da ki könüllü şəkildə Ukrayna ilə savaşda iştirak etmək üçün müqavilə ilə müəyyən pul qarşılığında onlar savaşa gedirlər. Nəticədə də dünyalarını dəyişmiş olurlar. Bu hal artıq dediyim kimi minlərlə ailənin başına gəlib. Bunu da xatırlayayım ki, bir neçə gün bundan əvvəl İlham Əliyev açıqlama verdi ki, Azərbaycanda kifayət qədər iş var. İşlə bağlı heç bir problem yoxdur. İşsizliyin faizi aşağıdır filan. Yenə də həqiqəti əks etdirməyən məlumatlar səsləndirdi. Hər kəs əslində bilir Azərbaycanda iş var deyiləndə nə nəzərdə tutulur və həqiqətən Azərbaycanda iş varmı? İnsanlar çalışmaq istəmirlər. Məsələ könüllü şəkildə gedib savaşlarda iştirak edirlər və bunlar əksər hallarda ölüm bahasına başa gəlir. Bu həqiqətən insanlar öz ölkələrində doğmalarının yanında çalışmaqdan imtina edib ölümün üstünə mi gedirlər? Bax, İlham Əliyevin iddiası buna bənzəyir ki, İlham Əliyev sanki bunu demək istəyirdi ki, Azərbaycanda insanlar üçün işləmək üçün iş var, lakin insanlar özləri işləmirlər, özləri ölkədən didərgin düşürlər, özləri ölkədən evlərini satıb, evləri olan təbii ki, evini satır, ondan sonra borca xərcə girir, min bir əziyyətlə Avropaya qaçır, Rusiyaya qaçır, müxtəlif digər MDB ölkələrinə gedir, xüsusən Türkiyəyə gedir ki, bugün Türkiyədə həqiqətən dəhşətli bir vəziyyət var. Demək olar ki, Naxçıvan əhalisinin böyük əksəriyyəti Türkiyədə ağır işlərdə çalışırlar. Bu barədə biz dəfələrlə danışmışıq. Xanımlar orada kafelərdə, restoranlarda və əksər hallarda da insan alverinin qurbanına çevrilirlər Azərbaycan qadınları. Kişilər isə orada yenə də ən ağır işlərdə, sənədləri əllərindən alınır və s. Yəni bu cür ağır şəraitdə insanların qəbul etməsi sən demə İlham Əliyevin iddiasına görə qudurğanlıqdan ortaya gəlir. Yəni insanlar qudurmuşluq eləyirlər, öz ölkələrində, öz doğma
vətənlərində, doğmalarının yanında, ailəsinin içində, uşağının yanında və s. qalıb işləmir, qudurğanlıq edir, gedir Rusiyaya, gedir Türkiyəyə, gedir Avropanın müxtəlif ölkələrinə və s. Bunlar hamısı qudurmuşluqdan, İlham Əliyevin məntiqi ilə desək, buna görədir. Amma əslində reallığı hamımız yaxşı bilirik. Reallıq ondan ibarətdir ki, Azərbaycanda böyük bir işsizlik bumu yaşanır. Azərbaycanda həqiqətən ailələri məhv edən, gələcəklə indiki dünyanın, indiki dövrün arasında böyük bir uçurum yaradan Azərbaycanda bir işsizlik şəraiti formalaşıb. Hər gün insanlar cinayətə əl atırlar, ondan sonra ölkəni tərk edirlər, ailələrin dağılması, xüsusən deməli insanların lazımsız və deməli zərərli vərdişlərə adət eləmələri və s. Bunlar hamısı bir mənalı olaraq işsizliyin yəni səbəbi ilə ortaya çıxır. Çox təəssüflər olsun ki, deməli bu ananın fəryadı da həqiqətən Azərbaycan qadınının bir övladı üçün, Azərbaycan övladı üçün hayqırtısıdır. Bu məsələlərə biz biganə yanaşmamalıyıq. Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti deməli ayılmalıdır və bilməlidir ki, bu Əliyev hakimiyyəti, Əliyev rejimi hər bir ailəyə kifayət qədər ciddi, ağır, sağalması mümkün olmayan zərbə endirib. Hər bir ailənin bütün istisnasız, Azərbaycanda bütün ailələrin ən azı bir dənə doğmasını, bir dənə əzzini bu Əliyev rejimi əlindən alıb, onu işgəncə ilə qətlə yetirib. Tərtər hadisəsi, ondan sonra polis bölmələrində öldürülən insanlar, xaricdə deməli sürünən insanlar, işsizlikdən gedib Rusiya-Ukrayna savaşında deməli könüllü olaraq orada müqavilə bağlayıb pul qarşılığında savaşa gedib və nəşləri ölkə qayıdan insanlar. Zaten biz görürük ki, Azərbaycan dünyada yeganə ölkələrdəndirlər ki, daha doğrusu ifadəni belə quraq, Azərbaycan dünyada az saylı ölkələrdən biridir ki, onun vətəndaşları xarici ölkələrdə öldürülürlər və yoxud da ölürlər. Mən bir ara bu barədə bir statistikalara baxırdım, yəni araşdırmalara baxırdım. Mən elə bir ölkə o qədər qabağıma çıxmadı ki, hansı ki o ölkənin vətəndaşları xaricə getsinlər və oradan onların nəşləri, meyitləri ölkə qayıtsın. Biz uzun illər Rusiyadan deməli Azərbaycanlıların cənazələrini qəbul etməklə məşğul olmuşuq, Azərbaycan cəmiyyəti. Və indi də o zaman müharibə yox idi, amma indi müharibə şəraitində əksər hallarda da deməli bu şəxslər gedirlər müharibəyə, Rusiya-Ukrayna müharibəsindən söhbət gedir və Rusiya-Ukrayna müharibəsində onlar təbii ki ölürlər, ya başlarına əsir düşürlər və s. İtkin şəxs kimi qeydiyyata alınır və onların hətta ölsələr də belə, çünki dövlət müəyyən vəsait ödəməlidir deyə bəzi hallarda da bu da iddialardır, bəzi hallarda da onların nəşlərdə gizlənilir. Yəni Azərbaycanlı anası həqiqətən çox acınacaqlı bir durumda qalır və öz övladının nə nəşini ələ gətirə bilir, nə öldüsündən, nə qaldısından xəbər ala bilmir. Bu da daha dəhşətli bir faciədir valideyn üçün, doğmalar üçün. Əziz izləyicilər, bir mənalı olaraq bu hadisələrin günahkarı Azərbaycan hakimiyyətidir. Yəni, bir tərəfdən hakimiyyət iddia edir ki, mənim ölkəmdə iş var, digər tərəfdən insanlar xaricə qaçmaq istəyirlər və xaricə gedən insanlar öz ölkələrinə qayıtmamaq üçün, hətta deport edilməmələri üçün öz canlarına qıyırlar. Yəni, candan şirin insan üçün heç bir şey ola bilməz. Qollarını doğrayırlar, özlərinə xəsarət yetirirlər ki, hansı ki olduqları ölkələr onları deport eləməsinlər Azərbaycana. Öz vətəninə insan qayıtmaq üçün bu qədər deməli, canı bahasına, hətta qayıtmamağa çalışırsa, bu deməkdir ki, Azərbaycanda vəziyyət həqiqətən çox acınacaqlıdır. Ona görə də biz xalq olaraq artıq tarixi qovuşmaq ərəfəsindəyik. Biz bu hakimiyyət, bu rejim
bizi həm dövlət olaraq, həm xalq olaraq tarixə qovuşturmaqla məşğuldur. Biz tarixə qovuşmaq istəmiriksə və biz öz yaşamımızı davam etdirmək istəyiriksə, o zaman yeganə yolumuz rejimdən vidalaşmaqdır. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.